Bu podkastı dinləyəndən sonra bir çox suallarınıza cavab tapacaqsınız. Ona görə də diqqətli şəkildə dinləyin. İndi birinci olaraq müşahidə eləyin, ətrafınıza baxın və sadəcə bu sualıma cavab verin. Həyatınızda hal-hazırda nə qədər maddiyyat yarada bilmisiniz? Yəni, nə qədər qazancınız var aylıq olaraq, sizə gələn hədiyyələrdir, işinizdir, malınız, mülkünüz, eviniz, maşınınız, həyatınızda olan insanlara qədər. Yəni, toxuna bildiyiniz hər bir şey həyatınızda yaratdığınız maddiyyata daxildir. Və siz bu maddiyyatdan nə qədər yarada bilmisiniz həyatınızda? Birinci olaraq özünüz üçün bunu müşahidə edib, yəni gözdən keçirin ki, mən nə qədər maddiyyata sahibəm hal-hazırda, nə qədər qazancım var, nələr yaratmışam həyatımda. Və indi isə demək istəyirəm ən əsas sualı cavablayaraq. İndi bir misalla izah eləyəcəm. Tutaq ki, siz düşünürsünüz ki, təbii ki, hər kəs istəyir qazancını artırmaq, daha çox şeylər yaratmaq həyatında, ev almaq, maşın almaq, işini böyütmək, qazanclarını artırmaq qat-qat. Təbii ki, hər kəsin istəyi var bu haqda və çox normal bir istəkdir. Çox da yaxşı edirsiniz. Və tutaq ki, siz düşünürsünüz, bir misalla deyirəm, siz öz məqsədinizə uyğunlaşdıra bilərsiniz. Mən istəyirəm ki, aylıq 5000 manat qazancım olsun və maşın alım məsələn. Amma hal-hazırda qazancım 1000 manatdır. Nəyə görə? Yəni, burada əsas sualı cavablamaq istəyirəm ki, hal-hazırda nəyə görə həyatınızda bu qədər maddiyyatınız var, niyə artıra bilmirsiniz və nəyə görə hələ də bu qədər qazancınız var. Bəlkə də illərdir eyni işlə məşğulsuz və qazancınızı artıra bilmirsiniz. Bəlkə də muzlu işləyirsiniz, bəlkə öz işinizi qurmusunuz, fərqi yoxdur. Və ya məni dinləyirsiniz, evdar xanımsınız və buna daxili, məsələn, həyat yoldaşınız sizə nə qədər pul verirsə, nə qədər maddi olaraq sizi təmin eləyirsə, bu da sizə aiddir o zaman. Yəni, sizin həyatınıza gələn, sizə aid olan bütün maddiyyatı burada nəzərdə saxlayırıq. Deməli, indi isə qeyd eləyin və bunu dəfələrlə dinləyərək hətta yadda saxlayın. Çünki çox suallarınıza cavab tapacaqsınız. Hal-hazırda həyatınızda nə qədər maddiyyat yaratmısınızsa, nə qədər qazancınız varsa, birinci olaraq bunun səbəbi odur ki, deməli, siz hələ bu qədərinə hazırsınız. Yəni, psixolojik olaraq, şüuraltı olaraq. Hələ siz bu qədər qazanmağa, bu qədər maddiyyat yaratmağa hazır idiniz. Buna görə də həyatınızda bu qədəri var. Əgər daha çoxuna hazır olsanız, psixolojik olaraq, yəni, məsələn, bəlkə kirayədə yaşayırsınız, amma öz evinizin olmağını istəyirsiniz. Bu, özü belə bir psixolojik sistem gərəkdirən bir şeydir. Eyni şəkildə də maşın. Deyək ki, illərdir məqsədiniz var maşın almaq, amma alındıra bilmirsiniz bir türlü. Pul qazanmaq olmur ya da nəsə maneələr çıxır. Necəsə alınmır da, yəni. Və ya çox çalışmalı olursunuz bunun üçün. Və ya hal-hazırda, ən sadə misalla bunu deyim, siz indi öz maddiyyatınıza və məqsədlərinizə uyğun deyərsiniz. Yəni, baxarsınız. Hal-hazırda 1000 manat qazancınız varsa, deməli, siz hələ bu qədərinə hazırsınız. Daha çoxunu qazanmaq üçün isə eləməyiniz lazım olan psixolojik olaraq özlərinizi işləmək, yəni emosiyalarınızla, enerjinizi alan məsələlərlə və sizə daha çox maddiyyat yaratmağa nələr mane olursa, bunları müəyyən edib işləməyiniz lazımdır. Bu haqda mən qısaca yenə də ayrıca danışacağam. Yəni, sizə nələr mane olur, hansı mövzularda işləyə bilərsiniz deyə bu haqda yönləndirmə zaten olacaq. Və ikinci önəmli mövzu isə yenə də budur ki, yenə vurğulayıram. İkinci qeydiniz isə bu olacaq ki, hal-hazırda həyatınızda nə qədər maddiyyat yaratmısınızsa, nə qədər qazancınız var, nə qədər mal mülkünüz var, nə qədər insanlar var həyatınızda, işiniz hansı durumdadırsa, bunlar hamısı daxildir. Deməli, hələ sizin enerji həcminiz bu qədərini qəbul eləyir. Yəni, sizin enerjiniz nə qədərdirsə, həyatınızda o qədər də maddiyyat yarada bilirsiniz. Birbaşa olaraq da qazancınız bunu göstərir. Yəni, 500 manatlıq qazancınız varsa aylıq, deməli siz dünyaya 500 manat qədər enerji verirsiniz. Və ya 2000 manat qazanan bir insan, deməli daha çox enerjisi var, daha çox enerjisini, resurslarını dünyaya, faydaya və insanlara verə bilir. Və bu onu göstərir ki, həmin insanın nəyə görə enerjisi var? İndi düşünə bilərsiniz ki, zaten bu haqda mən danışmışdım, yenə də vurğuluyum. Çünki ən önəmli mövzulardan biri budur. Mənim həyatımı dəyişən yaxşı yöndə. Bu haqda mən yenə dəfələrlə danışacağım. Çünki bunu öyrənmək, mənimsəmək və bu yöndə özlərimizi işləmək həqiqətən həyatımızda qalıcı nəticələri gətirir.
istədiyimiz maddiyyatı, zənginliyi, pulu, hətta münasibətlərdə uğuru, rifahı, hər bir şeyi. Hər bir insanın günə başlayarkən eyni qədər enerjisi olur. Sadəcə olaraq baxır kim bu enerjini nəyə sərf eləyir. Kimisi enerjisini alan bəzi məsələlərə, məsələn emosiyalara, hansısa rollara düşməyə, xilaskarlığa, yaxşı qız olmağa, insanları məmnun eləməyə, məsləhətlər verməyə, qərarsızlıqda qalmağa, asılılıqlara, bu kimi məsələlərə enerjisi gedir deyə daha çox maddiyyatı həyatında yarada bilmir. Buna görə də nə qədər enerji verirsə dünyaya, nə qədər işləyir, nə qədər bir şeylər eləyirsə dünya üçün, insanlar üçün, o qədərini də qazana bilir avtomatik. Daha çoxunu qazanmaq istəyiriksə də ona görə də enerjimizi alan məsələləri təsbit eləyib, bunlar üzərində şüuraltı ilə işləməyimiz lazımdır. Yəni bir coachla ki, artıq enerji israfı olmasın. Çünki yəni belə düşünün də, bu enerji onsuz da sizdə var. Ya siz bu enerjini boş-boş bu məsələlərə, enerjinizi alan bu məsələlərə xərcləyəcəksiniz və eyni nöqtədə qalacaqsınız, ya da İkinci variant budur ki, sadəcə olaraq hərəkətə keçəcəksiniz, özlərinizi işləyəcəksiniz, şüuraltı olaraq bir coachla, fərqi yoxdur, təlimlərə qatılacaqsınız, yoxsa seanslara qoşulacaqsınız, heç bir fərqi yoxdur. Və enerjinizi alan məsələləri işləyib həll elədikcə, aradan qaldırdıqca bu enerjini yönləndirəcəksiniz həyatınızda daha çox maddiyyat yaratmaq üçün, yəni qazancınızı artırmağa, maşın almağa, ev almağa, münasibətlərinizi daha da yaxşılaşdırmağa fərqi yoxdur. Həyatınızda nəyi əldə eləmək istəyirsinizsə. Bu çox sehirli, yəni sehirli bir deyəndə mistik bir şeydən danışmıram, amma çox dəyərli biliklərdir. Mən bunları əslində öyrənişli şəkildə öyrənmişəm. Çox uzun zamanlar sərf eləmişəm bunları anlamaq üçün. Ona görə sadəcə dinləyib keçməyin. Dəfələrlə istədiyiniz qədər bunu dinləyə bilərsiniz. Qeydlərinizi götürə bilərsiniz və ən əsası bundan sonra hərəkətə keçməyiniz lazımdır ki, artıq həyatınızın məsuliyyətini əlinizə alasınız, həyatınızda istədiyiniz məqsədlərə çata biləsiniz. Yəni daha çox maddiyyat yaratmaq, huzur, xoşbəxtlik, zənginlik, qazancın artımı və ya hansı məqsədləriniz varsa fərqi yoxdur. Bütün bunlara çatmağın əsas yolu budur ki, psixolojik olaraq özlərinizi işləyəsiniz və enerjinizi alan məsələləri zaman-zaman aradan qaldıraraq bu enerjini daha çox həyatınızda maddiyyat yaratmağa yönləndirəsiniz. Əgər nəsə aydın olmazsa, təbii ki, hər zamanki kimi rahatlıqla chat bölməsində suallarınızı yaza bilərsiniz və mən məmnuniyyətlə hər birini cavablayacağam. Əgər bugün məni dinləyərkən özünüzə aid bir şeylər hiss elədinizsə və düşünürsünüzsə ki, mən artıq bunu necə dəyişdirə bilərəm, necə eləyim ki, həyatımda istədiyim nəticələri əldə edeyim, o zaman sizin üçün çox gözəl bir xəbərim var. Sadəcə olaraq Bioda klinikdən keçid eləyərək marafonla bağlı ətraflı məlumatı əldə edə bilərsiniz. Hal-hazırda bu fürsət sizin qarşınıza çıxıbsa, qeyd eləmək istəyirəm ki, bu təsadüf deyil. Çünki siz indiyə qədər məni dinlədiniz, dəyərli zamanınızı sərf elədiniz şəxsi inkişafa, bir şeylər öyrənməyə. Bunun üçün həm sizi təbrik eləyirəm, həm də istəyirəm ki, qarşınıza çıxan bu fürsəti dəyərləndirəsiniz. Əgər istəyirsinizsə ki, mən paylaşım eləyəndə ilk olaraq sizə xəbər gəlsin, sadəcə olaraq kanala abunə olun və bildirişləri açmağı unutmayın. Növbəti podkastlarda görüşənə qədər.